Ramazan geldi, yüzümüz güldü, camılar kapısın, güllerle doldun. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve afdalus salati ve etemmut teslim ala khatemil enbiyai vel murselin seyyidina ve nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve sellem ecma'in. Aziz bazı kardeşler, Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Tabii Ramazan ayı, oruç ayıdır, kıyam ayıdır, taat ayıdır. Allah Subhanahu ve Teala tabii Ramazanın çok bir hikmetler var. Bu hikmetlerin birisinden bugün konuşacağız. O da nedir? İnsan bu Ramazanda acılıq, susuzluq kalmaktan Allah Subhanahu ve Teala bizim için bunu koyubdur. Hatta düşünəğin fakirləri, kimsəsizlikləri, çox kimsə varsızdır, yoxsuzdur, fakirdir, yoxsullar. Bu insan bu acılıqda, insan bunlardan xəbərlər olsun. Və aynı vaxtda, aynı zamanda da insanın nəfsiyyətini orucluq təhdib ettirir, orucluq insanın nəfsini qırar, daha fazla Allah Subhanahu ve Teala'ya taatına yaxın olmaq üçün. Başqa bir hikmətlərindən də birisi, o da Allah Subhanahu ve Teala'nın bu nimetlərinin qədrin bilağın. Başqa günlərdə yemək, içmək, yeyirik özünü, insan az olanda, oruc olanda bu nimetlərin haqqını, şükrünü versin. Amma nə yazıq ki, mə'əl-əsəf, çox kimsələr indi bu gündə Ramazanımız olubdur. Ramazanda çox bir israf, çox bir təbdir var bu məsələlərdə. Hər birimiz baxasan iftarda, zəngini olsun, fakiri olsun, çox iftarda görəsən türlü yeməklər. Təfaxur edərlər yeməkdə bu sıfrada düzülüncə. Nənələrimiz, bacılarımız, arvadlarımız həbsi gün ortadandır, məşğuldular, girərlər mutfağa, yemək hazırlanmaqda, türlü yemək düzülməkdə. Bu yeməklər də çoxu da insanın doğrusu o qədər yerilməz də. Baxasan bu insanlar bu qədər yeməği yeyəndən sonra, yeməği iftarı edəndən sonra hər bir kimsə bir toxma, bir kəsəllik və bəzi insanların da baxasan, yəni Ramazan gəli vəzinin əndirməyi yerinə, zəif olmaqları yerinə baxasan Ramazanda daha fazla səmiz olublar. Nə üçün? Bu yeməkdən, fazla yeməkdən. Və bu yeməklər də təbən, yəni elm, tıbb indi həbsinə işarət edir bi ənəhu bu insanlara türlü xəstəliklər edər. Qəlb xəstəliyi olsun, zaxt olsun, digər başqa xəstəliklər olsun. Sumu tasuhhu, yəni bu oruclağın bir faydalarından da birisi insan gərək oruc olanda gərək bu qədər israf etməsin yeməkdə. Allah Subhanahu ve Teala Kur'an-ı Kerim'də buyurubdur: "Kulu veşrabu ve la tusrifu, innehu la yuhibbul musrifin." Bu israf dediğimiz halda insan Allah Subhanahu ve Teala necə bu niməti insana veribdir. Gerek bir israfın, yani bu kadar israf etmesin ve aynı kəzəlikdə əmr edib de insana məsələn rızkını halal etsin, kazanmağını da halal etsin. Bunun karşısında necə Efendimiz sallallahu aleyhi ve sellem hadisi şerifte buyurdu, 4 şeyin bir təgi insan kıyamet günü sorulu 4 şey özündən bir dənəsi odur, o malı nədə kazandı, nədə sarf etdi. Ve bu kazandığı malı Allah Subhanahu ve Teala ki buyurur insana der gerek sen halallıktan kazanasan özünü. Aynen vakitte insan mukayyettir ve sorulu da bunun üzerine gerek ne de sarf etti özün. O kadar insanlar sarf olduğu için iftarlarımda, sıfralarımızda o kadar yemek düzüldüğü için daima yani şeylerde özümüz fazla yani karnımız doldurmuşuz dediğimiz ki toxma haddine yetişip toxluq yetişip insanların boğazına kadar belki de çöp yerlerinde, zibil yerlerinde yemek dünyanın yemeği kaldırıptı. Bu da Allah'ın nimeti de Allah Subhanahu Teala insanı muhasebe eder. ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ Allah Subhanahu Teala bu nimetleri soracaktır bizim için. Gerek biz düşünəğin, yemek yedikçe, bu israf ettikçe binlerce belki milyonlar Müslüman kardeşlerimiz var, başka yerlerde çok azdır. Her şey de olabilir de memleketimizde eğer axtardıysaq, çox bir kimsələr var, bu yəni yeməkdən məhrumdur. Bəzi israflarımız dəqibəs yəni şeydə, ola bili yeməkdə, içməkdə, bəzi israflarımız da var, dəqiq şəkəbəs yemək üzərinə ki, deyəndə kulu və şrabu və la tusrifu. Və innəmə bəzi israflarımız var, oturduğumuz televizyon qanşarında. Dahi yoxdur insan o kadar televizyon qanşarında otursun bu mübarək ayında.
Bu ay taat ayıdır, oruç ayıdır, Kur'an ayıdır. İnsan özünü meşgul etsin Allah'ın zikriyle, salavatla, Kur'an-ı Kerim'le. Və yaxud da bəzi insanlar israf eder. İsraf dediğimiz təki nədir? İsraf o da təcavüzül hədd. Həddindən fazla yatmaqda. Çox insanlar var, yaxtar baxarsan ikindi məhəli qalxıbdır, namazı gedibdir. İkindi məhəlindən xandan sonra bu insan ləbud dediğimiz təkin israfı harda çıxar gözündə? Gecələr təravih namazında 8 rükatı acələ namazı qıldığı zamanda çıxar yazda bazarda dolanmağa. O bazı qadınlarımız, bacılarımız, arvadlarımız əsvaqlarda, mollarda, bu marketlərdə dolanmaqlar dahi yoxdur. İnsan bu qədər fazla şey. İnsan müraat etsin, öz qədəricə fazla bazarlıq etməmək və fazla yemək yeməmək, fakirləri düşünmək, ona qarşı Allah Subhanahu wa Ta'ala bu niməti davamlı bir şekilde bizim üzerimizde kalsın. Bu da Allah Subhanahu wa Ta'ala'nın vaadidir. Allah Subhanahu wa Ta'ala Kur'an-ı Kerim'de buyurdu: "La in şekertum la azidennekum." Allah Subhanahu wa Ta'ala'dan isterik inşallah bizim üzerimizden bu nimeti kaldırmasın, özümüzün, memleketimizin, milletimizin üzerine daim şekilde bu nimet olsun. Vesselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Ramazan geldi.